Salam əziz abituriyentlər və şagirdlər. Bu videoda OTK-nın bu gün olan, yəni 1 mart 2026-cı ildə olan 11-lər üçün buraxılış sınağının izahını verəcəm. Bu sınaqda olan sualların izahına diqqətlə qulaq asın. Artıq 8 gün sonra bizi buraxılış imtahanı gözləyir 11-lər üçün. İndi isə keçək sualların həllinə. 31-ci sualdan başlayaq. Bizə deyir ki, 3-4A 3 rəqəmli ədəd 3-ə tam bölünərsə, A-nın ən böyük qiymətini tapın. 3-ə bölmək qaydası nə idi? Rəqəmlərin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. Rəqəmlərin cəmi toplasaq 3 üstə gəlsin, 4 üstə gəlsin A. Bu da neçə idi? 7 üstə gəlsin A idi. Bunun da 3-ə bölünməsi üçün A-nın ən böyük qiyməti, yəni A bərabər 8 olacaq. Çünki 7 üstə gəlsin 8 bərabərdir 15-dir. Demək, ona görə 8-dir. Sonra ikinci suala baxaq. Bizə deyir ki, yəni 32-ci sual. Y bərabərdir ax kvadrat üstə bx plus c funksiyasının qrafiki apsis oxunu -1, 0 və 5, 0 nöqtələrində kəsir. Funksiyanın artma aralığını tapın. Baxın, artma aralığını tapandır. Qrafikdən göründüyü kimi funksiya üzü yuxarı hara qədər qalxır? Yəni, aydındır. Həmin hissələr artma aralığıdır. Burada bir də onu bilməsi ki, bu nöqtəyə qədər artır da. Bu nöqtə nədir? Funksiyanın təpə nöqtəsidir. Təpə nöqtəsinin də yəni koordinatı nədir? Yəni burada belə deyək, necə taparıq? Yəni bunu da bu hissələri toplayarıq. 1 ilə -5-i toplayıb bölərik 2-yə. Bu da neçə ilə 2 nöqtəsi. Baxın, burada qrafik bura qədər artır da, düzdür. Onda artma aralığı nə olacaq? Mənfi sonsuzluqdan 2-yə qədər. Hansı cavabdır? Bu da Y variantıdır. Sonra keçək növbəti suala. Bizə deyir ki, 33. ABC düzbucaqlı üçbucağında bucaq B 90 dərəcədir. A 2, -1, B -1, 3 və BC 12 olarsa AC tərəfindən uzunluğunu tapın. Baxın, burada gəlin bu üçbucağı quraq. Baxın, B buradır. 90 dərəcə olduğunu bizə deyir. A nöqtəsi də bura olsun. 2, -1-dir. Sonra deməli burada olsun C-dir. Bizə deyir ki, BC-nin uzunluğu 12-dir və AC-nin uzunluğunu soruşur. B nöqtəsində koordinatları nədir? -1 ilə 3-dür də. Baxın, AC-nin uzunluğunu tapmaq üçün biz AB-nin uzunluğunu tapmalıyıq da. AB-nin uzunluğunu necə taparıq? İki nöqtə arasındakı məsafə düsturuna əsasən. Deməli, -1-dən çıxarıq 2-ni üzərində kvadrat, üstə gəlsin 3 çıxılsın -1-in kvadratı. Bu da bizə nəyi verir? Kökün altında 25 verəcək. Ondan da 5 çıxacaq. Demək, AB 5-ə bərabərdir. BC də 12-dir. Bu da 5, 12, 13 bucağıdır. Ona görə AC tərəfi də 13 olur. Cavab A variantı. Sonra keçək növbəti suala 34-də. Bizə deyir ki, tənişlər sistemindən x çıxırsa y fərqini tapın. Mən nə edərəm? Görürəm ki, aşağıdakını 2-yə vursam 2x olacaq da hər birində, düzdürmü? Sistemdəki tənişlərdə. Ona görə də birinci təniş budur. 2x üstə gəlsin 3y bərabərdir 7-dir. Aşağına da mən 2-yə vursam 2x üstə gəlsin 4y bərabərdir 16 olur. Düzdür? Mən burada aşağıdakından yuxarıdakı çıxsam 2x də islah olacaq, qalacaq 4y çıxılsın 3y bərabərdir 16 çıxılsın 7. Buradan da y bərabərdir niyə? 9-dur. Y 9 da x üstə gəlsin 2y-də 8-ə bərabərdir. Buradan da x-ə tapsam 8-dən çıxacam mən neçəni? 18-i. X deyəcək -10. X-ə də tapdıq -10-dur. X çıxılsın y-də -10 çıxılsın 9 eləyir -19. Cavab da C variantı. Sonra 35. 35-də bizə nə deyir burada? Deyir ki 1 plus i bir də üzərində 4-dür də burada. Yəqin ki 4-dür. Mən 4-ə oxşadıram. Deməli, burada belə olacaq da 34-də. 1 çıxılsın i. Sonra 1 çıxılsın i'nin üzərində 4. 1 çıxılsın i'nin üzərində 4. Aşağıda 1 çıxılsın i'nin üzərində 10-dur. Bir də 1 üstə gəlsin i'nin üzərində 4-dür də o. Bu da bərabərdir. Bu da birinci olduğu kimi qalır sürətdə. İkinci nədir? İ'nin üzərində 4 nəyə bərabərdir? O 4'dür yoxsa 4 deyil. Onu görmürəm mən burada bir dəqiqə. Ya başqa bir ədəddir. O nəyə bərabərdir? Bir dəqiqə.
Gəlin digərini hesablayaq. Onun sonunda baxarıq görək. Baxın, burada 1 çıxırsa i üzərində 10 nəyə bərabərdir? 4-ə bölüb qalırsa i-nin kvadratına bərabərdir, düzdür? Bu da nəyə bərabərdir? Mənfi 1-ə bərabərdir. Buradakı yəni 1 çıxılsın mənfi 1-dir. i-nin üzərində 4-də bir dəqiqə 1 üstə gəlsin i-nin üzərində 4 var burada. Yuxarıda da 1 çıxılsın. Bəlkə onun neçə olduğunu görmədim mən. Birinci 1 çıxılsın idi. Bəlkə üzərində. Məntiq cəhətdən baxsaq, məxrəcdə neçə eləyəcək? Məxrəcdə 2 vur, i-nin üzərində 4 də bizə 1 verir də. Məxrəc 2 vurulsun 2-dir. Yuxarıda 1 çıxılsın i-dir. 7-yə də oxşayır, yoxsa deyəsən 7-dir bu. Deyəsən 7-dir o. Bu da i-nin üzərində 7 də nəyə bərabərdir? Mənfi i-yə bərabərdir. Gəlin görək 7 ödəyəcəkmi? 1 çıxılsın mənfi i. O da bərabərdir. 4-də 1 çıxılsın i. 1 plus i. O da bərabərdir. 4-də 1 çıxılsın. Bu da kvadratlar fərqidir. i-nin kvadratı. Aha, deyəsən 4-də. Bu da 2 eləyir. O da bərabər 2-də 1. 7 imiş. Üstündə nəsə xətt var. O yəqin 7-nin xəttidir. Ya mən elə görürəm. Yəni tam görünmür. Ona görə C variantı olacaq. Sonra deməli 36-ya baxaq. Bizə deyir ki 2 tangens x bölünsün 1 çıxılsın tangens kvadrat x bərabərdir 1. Bu nəyin düsturudur? Bu tənliyi həll edin. Bu tangens 2x-in düsturu deyil, bərabərdir 1. Onda 2x nəyə bərabərdir? Arktangens 1 üstə gəlsin pi k. Buradan da 2x bərabərdir. Pi bölünsün 4 üstə gəlsin pi k. X-i də tapsaq, pi bölünsün 8 üstə gəlsin pi k bölünsün 2-dir. Cavab oldu B variantı. Sonra 37-yə baxaq. 37-də də deyir ki, ifadəsini sadələşdirin. Burada mötərizələri vurub açsaq, deməli, x, y-in kvadratı çıxılsın x üstə gəlsin y, x-in kvadratı çıxılsın y. Bölünsün x, y çıxılsın 1. Baxın, burada məxrəcdəki ədəd, ifadə daha doğrusu mənim diqqətimi çəkdi. Ona görə də nə edirəm mən? X, y kvadratı çıxılsın y kimi qruplaşdırıram. Üstə gəlsin y, x kvadrat çıxılsın x kimi yazıram. Məxrəcdə x, y çıxılsın 1. Bu da bərabərdir. Sürətdən birincidən y çıxarsam nə qalıydı? X, y çıxılsın 1. Üstə gəlsin. İkinci ifadədən də, yəni o ifadədən x-i çıxarsam nə qalacaq yerdə? Deməli, y2 çıxılsın 1 bölünsün x, y çıxılsın 1. Baxın, buradakı ifadələr eynidir. Elə ona görə də burada nə qalır? X üstə gəlsin y, x, y çıxılsın 1 bölünsün x, y çıxılsın 1. Burada x, y çıxılsın 1-də x-lər gedir, qalır x üstə gəlsin y. Cavab ona görə də D variantı. Sonra buraya 37-yə qədər baxdıq. Növbəti gəlir. Aha. 38-ci sual. Deyir ki, A və B çoxluqları üçün NA 7-dir, NB 4-dür və BA-nın ad çoxluğu olarsa, A ilə B-nin birləşməsindəki elementlərin sayından kəsməsindəki elementlərin sayının cəmindir. Baxın, burada nəyə diqqət eləməliyik? Bu bizim B çoxluğumuzdur. Bu bizim A çoxluğumuzdur. Baxın, burada fikir verin. A çoxluğu olduğuna görə B A-nın içərisindədir. Onda elə kəsməsindəki elementlərin sayı B çoxluğunun elementlərin sayı qədərdir. Birləşməsindəki elementlərin sayı isə elə A çoxluğunun elementlərin sayı qədərdir. Ona görə birləşməsindəki say 7-dir, kəsməsindəki say 4-dür. 7 üstə gəlsin 4-də eləyəcək 11. Cavab Y variantı. Sonra 39-a baxaq. Deyir ki, ədədinin kəs hissəsini tapın. Baxın, burada ən yaxşı metod nədir? Kəs hissəsi tapanda tam ədədləri atın. Tam ədədin kəs hissəsi olmur. Ona görə də mənfi 3-ü atdıq. Yəni çıxısını 3 atdıq. Yerdə nə qalır? Kökün altında 17. Bunun da tam hissəsini tapmaq, daha doğrusu kəs hissəsini tapmaq üçün nə edərik? Tam hissəsini çıxarırıq. Tam hissəsi neçədir? 4-dür də bunun. Deməli, yerdə qaldı kəs hissə. Cavab oldu A variantı. Sonra 40-a baxaq.
Aha, deyir ki, oturacağın radiusu 4 cm olan konusun yan səthin sayısı 36 pi cm kvadrat olarsa doğranın uzunluğu tapın. Esyanın düsturu nəyə bərabərdir? Pi r l. Düzdürmü? L də nədir burada? Doğrandır. İndi yerinə qoysaq 36 pi bərabərdir pi r l. İndi 36 bərabərdir pi ilə x-lər getdi. Deməli 4 vurursun l. Buradan da l də bərabərdir 9'dur. Ona görə cavab B variantı. Sonra deməli 40-cı sual idi bu. 41-ə baxaq. Deməli deyir ki, ABC üçbucağında DY ilə BC paraleldir. AD 3'dür, BD 6'dır və DY 2 olarsa BC tərəfinin uzunluğunu tapın. Baxın, burada bu paraleldir bu tərəflər. Buranın bura paraleldir. Gəl mən bu üçbucağı belə çəkim. Burada məncə daha aydın başa düşərsiniz. Bu AD'yi üçbucağıdır. Bir də belə çəkirəm. A, B, C üçbucağıdır. Bura 3'dür, bura 2'dir. İndi AB tərəfi nəyə bərabərdir? 9'dur. BC tərəfi də x olsun. Baxın, bunlar oxşar üçbucaqdır. Nəyə görə? Burada təpə bucaqlar eynidir hər ikisində. Yəni buradakı bucaqla buradakı bucaq eynidir. Və burada paralel olduğundan bu bucağına, yəni buradakı bucaqları da eynidir. Belə deyək, bu alfadırsa, bu da alfadır, betadırsa, bu da betadır. Üçüncü bucaq avtomatik eynidir hər ikisində. Yəni bunlar yəni oxşar üçbucaqdır, yəni bucaqlara əsasən. İndi baxın, bu 3'dür. Neçələrə bölür yəni burada? Yəni belə deyək, oxşarlıq əmsali neçədir? 3 dəfə fərqlənir də, yəni 3 dəfə artıb. Ona görə bu tərəf 2-dir, DY tərəf. Onda burada nə olacaq? 2 vurursun, 3 bərabərdir 6'dır. Ona görə cavab D variantı. Sonra deməli 42'ye keçək. 42'də də bizə deyir ki, sinüs alfa 3'də 1 olarsa tangens kvadrat alfanı tapın. Baxın, sinüs alfa 3'də 1 isə bunu ən yaxşı düzbucaqlı üçbucaqla həll edəcəm. Düsturu ilə də yaza bilərsən, amma düzbucaqlı üçbucaq daha rahatdır da, yəni hesablama daha az tələb edir. Baxın, burada deyir ki, bu alfa bucağı olsun. Sinüs alfa 3'də 1 o deməkdir ki, qarşı katet 1'dir, hipotenuz 3'dür. Onda digər katet oturacaq da, yəni neçə olacaq? Kökün altında 3'ün kvadratından çıxacaq 1'i. Niyə bərabər olacaq? Yəni 1'in kvadratını daha doğrusu. Kökün altında 8'dir. Bura oldu kökün altında 8. İndi tangens alfa tapsam niyə bərabərdir? Qarşı katet 1 bölünsün kökün altında 8. Yaxşı, onda tangens kvadrat alfa niyə bərabərdir? 1 bölünsün kök altında 8'in kvadratı, o da bərabərdir 1 bölünsün 8. Cavab da oldu C variantı. Düsturuyla da yaza bilərsən, amma bu daha yəni hesablama az tələb edir də yəni. Sonra 43-cü suala baxaq. Deyir ki, mərkəzi O nöqtəsində olan çevrə BC toxunanı çəkilmişdir. Çevrəyə daha doğrusu. Bucağa 40 dərəcədir, bucaq C-ni tapın. Bura 40 dərəcədir, düzdür. Və bizdən buranı soruşur. Burada alif olsun. Bu 40 dərəcəsi bucağa nədir? Daxilə çəkilmiş bucaqdır və söykəndiyi qövsün, yəni bu qövsün nəyinə bərabərdir? Yarısına bərabərdir. Onda bu qövs 40'ın 2 mislidir, yəni 80'dir. Bu diametrdə bu diametr olduğundan bura 180 olmalıdır ümumi bu qövs. Deməli 80 burası, burada 100 olacaq. İndi burada da hazır hal idi. Yəni bu bucağı tapmaq üçün nə edirdik? Böyükdən, yəni 100'dən 80'i çıxırdıq, 2'yə bölürdük. 100 çıxırsın 80 bölünsün 2, o da bərabərdir 10 dərəcə. Cavab oldu A variantı. Sonra növbəti sual neçədir? 44-cü suala baxaq. 44-cü sualda deyir ki, bizə ABC üçbucağında deməli CD median M nöqtəsi mediandan kəsmə nöqtəsidir. SBMD 5 olarsa ABC üçbucağının sayısını tapın. Deməli bir də üçbucaq çəkək. Baxın, burada CD median isə C-nin təpə nöqtəsi götürəcəm mən. Bura olsun AB. Yəni buradan medianı çəkdik, olsun məsəl üçün bu CD. Və burada olsun M nöqtəsi, mediandan kəsmə nöqtəsi. Və bizə deyir ki, BMD-nin sayısı 5'dir. Aha, gəl burada bunu da çəkək. Buradan bir də digər medianı da çəkək. Bizə deyir ki, buranın sayısı 5'dir də. Aydındır, yəni bu hissənin. Və ABC üçbucağın sayısını tapın. İndi mən nə edərəm? Digər medianı da çəkərəm. Bu da qaranı çək. Digər medianı çəksəm. Biz də deyirdik ki, üçbucağın
3 medianı bir nöqtədə kəsir və bundan savayı bir dənə xassə var idi. Nə idi? Burada alınan üçbucaqlar hamısı bərabər sahəli üçbucağı idi. Yəni bu 6 dənə üçbucağın hər birinin sayısı bərabər. Onda burada 5-dir, burada 5-dir, burada 5-dir, burada 5-dir, burada 5-dir. Burada deməli S üçbucaq da nəyə bərabərdir? ABC 6 vurulsun 5 eləyəcək 30. Sonra 45-ə baxaq. Bizə deyir ki, A, B və C ardıcıl tək ədədlərdir. B A-dan böyük C-dən kiçik olarsa, ifadənin ədədi qiymətini tapın. İndi baxın, ardıcıl tək ədədlər deyir də, yəni. Deməli, onda kiçik A-dır, ondan sonra böyük B-dir, ən böyük də C-dir. İndi baxın, ardıcıl tək ədədlər necə artır daha doğrusu? 2 vahid artır da, yəni. Məsəl üçün 1, 3, 5. 1 üzərində 2 gələndə 3 eləyir, 3 üzərində 2 gələndə 5 eləyir. Onda A-nın üzərində 2 gələndə B eləməlidir. Yəni, onda B nəyə bərabər? A üstə gəlsin 2-yə bərabər olmalıdır. B-nin də üzərində 2 gələndə bizə C-ni verməlidir. B də nədir? A üstə gəlsin 2-dir. Üstünə də 2 gəlsin, A üstə gəlsin 4 verəcək bizə. İndi A çıxılsın B deyir bizə. Düzdür, bərabər qoyaq. A neçədə elə özüdür. B neçədir burada? A üstə gəlsin 2-dir. Üstə gəlsin C. A üstə gəlsin 4-dən çıxmalıyıq A-nı, burada A-nı. Üstə gəlməliyik B neçədir? A üstə gəlsin 2-dir. Çıxmalıyıq C-ni, A üstə gəlsin 4-dür. Bu da bərabər olmalıdır. Baxın, burada birincidə mənfi 2, modulda üstə gəlsin. Modulda 4 üstə gəlsin. Modulda bu da mənfi 2 eləyir. Moduldan aydındır ki, müsbət çıxır. 2 üstə gəlsin, 4 üstə gəlsin 2, o da eləyir 8. Cavab oldu 8. Sonra 46-ya baxaq. Radiusu 10 olan O mərkəzi çevrədə deməli SY toxunanı və SA kəsəni çəkilmişdir. OD AB-yə perpendikulyardır. OC ilə OD, OC ilə bir dəqiqə. YC ilə daha doğrusu OD paraleldir və OD 8-dir və BC parçasının uzunluğunu soruşur da, qısa olaraq desək. Baxın, burada nə edərəm mən? Toxunanla kəsəni görən kimi, toxunanla kəsənin xassəsi var idi. Baxın, yadıma düşür. Baxın, bu toxunandır, bu da məsələn kəsəndir. Bura məsələn olsun x-dir, bura olsun məsələn AB-dir. X-in kvadratı nəyə bərabər idi? A vurulsun, A üstə gəlsin B-dir. Yəni, toxunanla kəsəni görən kimi bu xassələr yadımıza düşməlidir. İndi onu necə tətbiq edəcəyik? Baxın, bizə deyir ki, radius 10-dur da, düzdürmü? Radius 10-dursa, radius nə edir? Mərkəzlə onun çevrənin tərəfini birləşdirir. O ilə B-ni birləşdirək. Yəni çevrənin tərəfi də B nöqtəsi. Onda bu radius olmayacaq. Bu da 10 olacaq. Sonra burada DB niyə bərabər olacaq? 6-ya bərabər olmayacaq. Və bir də deməli, baxın, bunu da birləşdirsək, burada bərabər yəni üçbucaq alır da. Birisi, yəni buradakı hissə ilə buradakı hissə bərabər. Yəni burada 6 olur. İndi baxın, bir yaxşı xassəni burada tətbiq edək. Toxunan bu da SY. Və kəsən də CA-dır. Xassələ nədir? CY-nin kvadratı bərabərdir. CB vurulsun CA. Baxın, burada da deməli OD neçədir? Hə, burada bir də OD 8-dir. Bir də nüansı bilmək lazımdır. Baxın, burada O-la bunu birləşdirirsə, bura 90 dərəcə olacaqdır. Onda burada 90 dərəcə olacaq. Onda bura paraleldir, yəni OD ilə YC. Onda burada 8 olmayacaq. Yəni YC-nin uzunluğu 8-dir. 8-in kvadratı bərabərdir. BC. Bizdən elə BC-ni soruşur da. BC-yə bir x deyək. Bura bir x deyək. Və yaxud da CB yazmışam. Burada bir fərqi yoxdur. X vurulsun. CA-nın uzunluğu nədir? 2-dən 6 var. 12 bir dənə x var. 12 üstə gəlsin x. Yəni x üstə gəlsin 12-dir. Bunu da kvadrat tənliyinə həll etməyə çalışardım, amma bu ədədləri məncə bilirik, ona görə ehtiyac yoxdur. Niyə görə? 4-ü 16-ya vuranda 64 eləyir də, yəni buradan da x bərabərdir 4 olduğu görünür. X-i də tapdı, buradan 4 elə BC-nin də uzunluğu 4-ə bərabərdir. Sonra neçə var burada? Aha, 47-ci suala baxaq. Deməli, 125-nin üstündə loqaritm 5 əsasından x bərabərdir 64-dür. Burada xassəni bilməliyik. A əsasının biri A-nın üstündə loqaritma B-də C niyə bərabərdir? C loqaritma B-də A. Düzdür, yəni B əsasına A. Bu xassəni burada tətbiq edəsək, deməli, x-in üzərində loqaritma 5 əsasdan 125 bərabərdir 64. İndi burada loqaritma 5 əsasdan 125 niyə bərabərdir? Bu loqaritma
5 əsasdan 5-in kubu eləyir. 3 qarşıya keçir. 3 loqaritma 5-də 5. Bu 1-ə bərabərdir. Demək 3-ə bərabərdir bunun qiyməti. Düzdür? Onda bu x-in üstündəki ifadənin qiyməti 3-ə bərabərdir. X-in kubu da bərabərdir 64-ə. Burada hansı ədədin kubu 64-ə bərabərdir? X də bərabərdir 4-dür. Cavab oldu 4. Sonra neçə var? Deməli 48 var. Baxın 48-də də bizə deyir ki, bərabərsizlik ödəyən tam həllərin cəmini tapın. İlk öncə bərabərsizliyi burada sıra çevirən nöqtəyə tapaq bərabərsizlikdə. X çıxılsın 1 bərabər 0, x bərabərdir 1-dir. 5 çıxılsın x bərabərdir 0, buradan da x bərabərdir 5-dir. Ədəd oxununda qeyd etsək, bura 1-dir, bura 5-dir. Baxın, burada əsas nəyə diqqət etmək lazımdır? Yeni ədəd qoymasız olar. X-i x-ə vuranda, yəni burada mənfi x-də, daha doğrusu x-i mənfi x-ə vuranda necə alınır? Mənfi x kvadrat alınır. Və burada x kvadratının əmsalı mənfidirsə, bərabərlikdə işarə mənfi, müsbət, mənfi olur. Aydındır. Əgər x kvadratının əmsalı müsbətdirsə, onda müsbət, mənfi, müsbət olur. Bunu bilin. Yəni hər dəfə yerinə ədəd qoymaq lazım deyil. Yəni bunu bilsəz, bəs eləyir. İndi baxın, burada da hansı aralıqda müsbətdir? 1, 5-də. Ona görə x daxildir nəyə? 1, 5-ə. İndi tam ədədlər burada neçədir? 2-dir, 3-dür, bir də 4-dür. Cəmi də bizə verəcək bunu 7, 9. Ona görə də deməli 48-də cavab olacaq 9. Sonra keçək 49-a. Aha. Deməli, bizə deyir ki, 49-cu sualda ilk 12 ədədlə nömrələnmiş 12 kartın olduğu qutudan təsadüfən 2 kart çıxardılır. Çıxardılan birinci kartdakı ədədin sadə, ikinci kartdakı ədəd isə 4-ə bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Baxın, burada deməli 12 də kart var da ümumi. Bizə deyir ki, birinci sadə ədəd olsun. Demək görə burada 12-yə qədər neçə sadə ədəd var? Deməli 2, 3, 5, 7, 11. Düzdür? Bunlar sadə ədəddir. Yəni 5 dənə sadə ədəd var. Onda burada sadə ədəd çıxarma ehtimalı nədir? PS yazıram. Yəni belə deyək də P sadə ədəd yazaq daha doğrusu. P sadə ədədin çıxması nəyə bərabərdir? 12 dərdaşdan 5-i sadə ədəddir. İndi isə 4-ə bölünən ədəd olması. 4-ə bölünən. İndi 4-ə bölünənlər də hansıdır? Burada 4, 8, 12'dir və sayı da 3'dür. Onda P 4'ə bölünəndə 4 yazaq. Bərabərdir. İndi baxın, bir daşı çıxarmışıq. Ona görə yerdə 11 daş qalıb. Aydındır, 11 daşdan 4'ü. Aydındır. Və burada məntiqi əlaqə nədir? Çıxarılan birinci qutdakı. Baxın, burada məntiqi əlaqə ki, bir və sözü vardı, elə bil. O biz deyirdik ehtimalda və ya varsa toplayırıq və olanda vururuq. Elə bir belə deyində, elə bir çıxaran birinci kartdakı ədədin sadə və ikinci kartdakı ədədin 4'ə bölünməsi. Ona görə də P bərabərdir. P sadənin çıxma ehtimalı ilə P 4'ə bölünənin ehtimalların hasilini tapır. O da neçə eləyir? 12'də 5 vurulsun 11'də 4. 4 ilə burada 3 diye daha doğrusu. Burada 4 yazmışam. 3'tü bu. Burada 4 kalır. Bu da eləyir 44'te 5. Cavab oldu 44'te 5. Sonra 50-ci suala baxaq. ABC 3 bucağında AB 8'dir, DC 5'dir. Bucağı 30 dərəcə olarsa BCD 3 bucağının sayısını soruşur. Yəni bu 3 bucağının belə deyək sayısını soruşur. Yəni tərəfi var. Aydındır ki, bu 3 bucağın sayısını tapmaq üçün nəyi tapmaq lazımdır? Hündürlüyü tapmaq lazımdır. Hündürlüyü də necə taparıq? Yəni oturacağı məlumdur. Deməli. Baxın, buradan B nöqtəsinə bir hündürlük indirsəm. Bunu qırmızı rənglə indirim. B'dən bir hündürlük indirsəm. Baxın, 30 dərəcə qarşısındakı katet deyil bu. Və onda nədir? Hipotenuzun yarısına bərabərdir 4'dür. İndi bu 3 bucağın oturacağı var və oturacağı çəkilən hündürlüyü də var. Onda sahə nəyə bərabərdir? 2'də 1, oturacağı yəni 5, vurulsun həmin oturacağı çəkilən hündürlük 4. Bu da bərabərdir. 20 bölünsün 2 edir 10. Ona görə cavab 10 edir burada. Növbəti sual nədir? 51-ci sualdır. Bizə deyir ki, burada ABCD düzbucaqlısında OC 3x üstəgəlsin 1'dir, OD 5x çıxsın 7'dir və CD 10 olarsa
Bu düzbucaqlının perimetrini tapın. Baxın, burada OC ilə OD nədir? Yəni bu əslində belə deyək də, AC nədir? Diaqonaldır. BD də diaqonaldır və diaqonal kəsmə nöqtəsində yarıya bölünür. Onda bura A-dırsa, burada A-ya bərabərdir. Yəni bu parçalar bərabərdir. OC bərabər OD-yə. Onda burada 3x üstəgəlsin 1 bərabər olmalıdır. 5x çıxılsın 7-yə. Buradan deməli 5x çıxılsın 3x bərabərdir 8 edir. 2x bərabərdir. Deməli 8-ə x-i də tapdı. X də edir 4-dür. İndi x 4-dürsə, baxın, OC nəyə bərabər? Aparıb yenə qoysaq. OC bərabərdir. 3 vurulsun 4, 12, 12 üstünə 1 gəlir 13-dür. Demək, onda A dediyimizdə 13-dür. Onda burada 13 olmur. Demək, AC diaqonalının uzunluğu nəyə bərabərdir? Ümumi 26-dır. Və CD də 10-dur. Baxın, burada aydındır ki, bunu bilmək lazımdır. Deməli, 12, 5, 13 bucaqdır. Yəni, bunun 2 mislidir. Yəni, 26, 10. Burada eləyəcək 12-nin 2 misli 24. Ona görə də bunun perimetrini tapanda perimetri nədir? Tərəflərini toplayıb 2-yə vurub. 10 üstə gəlsin 24. Eləyəcək 2 vurulsun 34. Eləyəcək 68. Cavab eləyəcək 68. Sonra növbəti bir dəqiqə. Növbəti bir suala baxaq burada. 52-ci suala baxaq. 52-ci sualda bizə deyir ki, burada yaşların nisbəti 5, daha doğrusu 3-ün 5 olan, 3-ün 5'e olan iki qardaşın 6 il sonraki yaşlarının nisbəti 4'də 3 olarsa, qardaşların indiki yaşlarının cəmini tapın deyir. Baxın, birinci il onda yaşın istəyirəm ki, mən 3K deyərəm, ikinciyə də mən 5K deyərəm. Aydındır. 6 il sonra buranın neçə yaşı olacaq? 3K üstə gəlsin 6 olacaq. Digərinin də 5K üstə gəlsin 6 olacaq. Və bunların nisbəti 3K üstə gəlsin 6-nın 5K üstə gəlsin 6-ya nisbəti bərabərdir 4'də 3'dür. Çarpı şəkildə vursam 15K üstə gəlsin 18 bərabərdir 12K üstə gəlsin 24'dür. Buradan 15K'dan 12K'nı çıxsa 3K bərabərdir 6'ya, K'nı da 2 olduğunu tapdıq. K 2'dir. Onda birinci yaşı nə qədər olacaq? 3K, yəni 6. İkinci yaşı da 5K 10'dur. Yaşlar cəm 10 üstə gəlsin 6 eləyir 16'dır. Cavab burada 16. Sonra növbəti suala keçək. Deyir ki, piramidanın oturacaqlığı, deməli, daha doğrusu piramidanın oturacağı katetləri 9 və 10 olan düzbucaqlı 3 bucaqdır. Piramidanın həcmi 120 olarsa onun hündürlüyünü tapın. Baxın, burada həcm nəyə bərabər? V bərabərdir 3/1 S oturacaq vurulsun H-dır da. Hündürlüyünü tapmaq lazım. Oturacaqdan neçədir? 9 10'dur. S oturacaq nəyə bərabərdir onda? 2/1 katetlərin hasili 9'dan 10'un. Bu da bizə nəyə verəcək? 45 eləyir də burada. 45. Onda düsturda yerinə qoysaq 120 bərabərdir 3/1 vurulsun 45 vurulsun H. Deməli, 3/1'i 45'e vuranda 15 edir. 15 vurulsun H bərabərdir 120'dir. H da buradan bərabərdir 8'dir. Sonra buna baxaq. 54'də. Burada da S deməli deyir ki, ayın ədədi silsiləsində ilk enəddin cəmi S-dir. S10 çıxılsın S9 16'dır. S12 çıxılsın S11 10'dur. Silsilənin 11-ci həddini tapın. Baxın, S deməli ayın nəyə bərabər idi? Sn çıxılsın Sn-1 idi. Deməli onda burada bu fərq bizə A10'u verir də. A10 onda bərabərdir 16'dır. Bu da bizə 12'ni verir də. A12 də bərabərdir. Deməli 10'dur. Buradan silsilənin 11'i soruşur da A11 bərabər sual. Burada əslində orta xəttin hasiyəsinə görə yazmaq olur, amma çox şey onu biraz qarışdırır. Yəni gəl belə yazaq. A12 bərabərdir A10 üstə gəlsin 2D'dir. Deməli 10 bərabərdir 16 üstə gəlsin 2D. Buradan da D'nin -3 olduğunu tapdıq. D -3'dür. A10 da niyə 11 də niyə bərabərdir? A10 üstə gəlsin D'yə bərabərdir. Düzdür. A10 neçədir burada? 16'dır. Üstə gələcək -3'ü. O da eləyəcək 13. Cavab oldu 13. Sonra keçək son suala. İclas zalındakı oturacaqların 20% doludur.
zalda 96 nəfər, zala daha doğrusu 96 nəfər gəldikdən sonra oturacaqların 60% dolarsa, zaldakı oturacaqların ümumi sayını tapar. Tutaq ki, zalda x sayda oturacaq var. Deməli, zalda nədir? X sayda oturacaq var. 20% doldu, o demək ki, x vurulsun 20 bölünsün 100, yəni 0,2 x doludur. Yəni, bunlar doludur. Və deyir, 96 nəfər gəldikdə isə 60% doldu. 60% də 0,6 x deməkdir. Yəni, 0,2 x-in, yəni, bu dolu olanların, yəni, bunlar doludur. Təzədən 96 nəfər gəlir, yəni, oturdular. Onda bildik ki, yəni 0,6x dolu oldu. İndi bunu da həll etmək üçün 0,6x-dan 0,2x çıxsa, bərabər olmadı 96-ya. 0,4x bərabər 96-ya. Buradan 4x bərabər 960-a. Buradan da x-i tapdıq, 240-a bərabərdir. Və cavab oldu 240. Və bu da sonuncu sual idi. Buraya qədər izləyənlər zəhmət olmasa kanala abunə olub, bəyənməyi unutmasınlar. Sağ olun.